Əziz ziyalılar, Füzuli sözünün məftunları, xanımlar və cənablar. Bugün BP Azərbaycan şirkətinin və Azərnəşrin birgə layihəsi olan Məhəmməd Füzuliyə həsr olunan şeirlər, poemalar, piyeslər, hekayələr, romanlar və rəsm əsərlərindən ibarət 2 cildlik kitabların təqdimat mərasiminə toplaşmışıq. Hər birinizi ürəkdən salamlayıram. Məhəmməd Füzuli Leyli və Məcnun əsərinin əvvəlində yazırdı ki, min riştəyə türfələrlə çəksəm, min rövzəyə nazənin gül əksəm, qılmaz ona kimsə nəzarə, deyirlər gülə xar, lələ xarə. O öz oxucularına, əsərlərini oxuyan, onu mütaliə edən insanlara biganə kəsimə üst tutub deyirdi ki, mən cənnət bağı kimi bir bağda incə zərif güllər əksəm də heç kəs ona gözünün ucu ilə də baxmayacaq. Və toxunmağa insanın əli gəlməyən, zərif, incə ləl daşını nahamar çaxmaq daşından heç kəs seçməyəcək. Bu gün amma tam əksinə Füzuli oxucularından fərqli olaraq öz dövründəki Füzuli sözündən agah olan, Füzuli yaradıcılığını sevən, onun ən incəliklərinə varan auditoriya önündəyik. Tədbirimizi açıq elan edirəm. Ötən il Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev 25 yanvar tarixində Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Sərəncamdan irəli gələn məsələlər həm ölkə hüdudlarından kənarda, həm də Azərbaycanın dörd bir qucağında təntənə ilə həyata keçirildi. Amma bütün bunlarla yanaşı sərəncamda bir mühüm məsələ də qeyd olunurdu ki, Heydər Əliyevin Məhəmməd Füzulisinin təbliğindəki rolu. Heydər Əliyev 1994-1996-cı illərdə Məhəmməd Füzulinin 500 illik yubileyinin keçirilməsi ilə bağlı bir neçə sərəncam imzalamışdı. Müstəqillik dövründə bu sərəncamlarla müqayisə olunan hansısa şairə, yazıcıya aid olan 5 sərəncam yoxdur. Məhəmməd Füzulinin həm Moskvada Sütunlu Sarayda, həm Türkiyənin Bilkənd Universitetində, həm Türkiyə parlamentində, eyni zamanda Azərbaycanda Gülüstan Sarayında keçirilən tədbirlərdə Heydər Əliyev birbaşa iştirak eləmişdi və o iştiraklardan əlavə Dərbənddə, İraqda keçirilən konferanslara təbrik məktubları ünvanlamışdı. Və bütün bu tədbirlər ki, 1994-96-cı illərə əhatə edirdi. Bilirsiniz ki, Türkiyədə Füzuli yubileyi bizdən 2 il sonra qeyd olunur. Ona görə elə şəkildə nəzərdə tutulmuşdu ki, qardaş Türkiyə ilə bu tədbirlər kurasiyalı şəkildə əl-ələ keçirilirdi. Və bütün bu layihələri, Füzuli ilə bağlı tədbirləri Heydər Əliyev el şənlikləri adlandırırdı. Və tədbirlərdə maraqlı cəhətlərdən biri ondan ibarət idi ki, o dövrdə bilirsiniz, Qarabağ işğal altındaydı. Azərbaycanın 1 milyondan çox qaçqınları var idi və bütün tədbirlərdə Qarabağ haqqında danışılırdı. O Qarabağ problemi diqqət mərkəzinə çəkilirdi. Füzuli öz dövründə daim millətinin dərdlərini göz önünə gətirən bir insan olub və tarihin sanki bir rəmzi ifadəsi idi ki, Füzuli 500 il sonra da, 500 illik yubileyində də xalqının dərdlərini dilə gətirirdi. Və dövlət başçısının sərəncamından sonra bir sıra layihələr icra olundu və BP Azərbaycan şirkəti ilə Azərnəşrin ortaq layihəsi olan Məhəmməd Füzuliyə həsr olunan bu 2 kitab meydana gəldi. Və həmin kitablarda Məhəmməd Füzuliyə həsr olunan 186 şeir, 7 poema, 13 piyes, 13 hekayə və 2 roman toplanıb. Eyni zamanda orta çağdan günümüzə qədər Füzuliyə həsr olunan 226 rəsm əsəri bu kitabda yer almaqdadır və kitabın layihə rəhbəri Azərnəşrin direktor vəzifələrini icra edən Xəyal Məmmədovdur. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev
kitaba bədii tərtibat verib və kitab Zərdabi Nəşriyyatının mətbəəsində işıq üzü görüb. Bugün aramızda çox dəyərli qonaqlar var. Mən bir məsələni qeyd etmək istəyirəm ki, kitabda yer alan şeirlərdən biri Rəsul Rızanın İç Duyğular şeiridir. Eyni zamanda onun Füzuli haqqında bir mini poeması da kitabda yer alıb. Həmçinin Nigar Rəfi Bəylinin Füzuli ilə Gecə söhbətləri şeirləri. Bu iki şeiri xüsusi olaraq seçdirib deməkdə qayəm ondan ibarətdir ki, bugün aramızda dəyərli xalq yazıcısı Anar müəllim də əyləşir və Anar müəllim ailə içərisində də Füzuliyə dair ehtiramın əhatəsində böyümüş bir insandır və onun özünün 20-ci əsr bizim təzkirəçiliyimizin, 20-ci əsr antologiya mədəniyyətimizin ən dəyərli kitablarından olan 1500 ilin Oğuz şeirində də Anar müəllim Füzuli yaradıcılığına geniş yer verib. Hörmətli xanımlar və cənablar, Füzuli deyəndə biz Azərbaycan ədəbiyyatının ən parlaq, ən böyük simasını yada salırıq. Və Azərbaycan ədəbiyyatının ilk tədqiqatçılarından olan Firudun bəy Köçərli deyir ki, heç bir şair Füzuli qədər Azərbaycan ədəbiyyatına təsirlənir. Amma bir başqa cəhət də var ki, heç bir şair şeirdən başqa incəsənətin müxtəlif növlərinə də Füzuli qədər təsirlənir. Füzuli və rəssamlıq, orta əsr miniatürləşlərdən başlayaraq onun əsərlərinə miniatürlər çəkmiş rəssamlar, şərq miniatür rəssamları, müasir rəssamlar Füzulinin portretlərini yaratmış, Leyli Məcnuna cürbəcə illüstrasiyalar çəkmiş rəssamlar, Füzulinin heykəlini yaratmış, Bakıdakı heykəlini yaratmış Eldar Ömərovdan Tolkay Məmmədov, başqa heykəlləri, Xalçada Füzuli, kinoda Füzuli, Leyli Məcnun filmi və nəhayət musiqidə Füzuli ki, bunun ən parlaq nümunəsi Şərqdə ilk opera Böyük Üzeyir Azərbaycanın Leyli Məcnun. Leyli Məcnun operasının ideyası özü dahiliyəndə ideya etdi ki, Füzuli poemasını muğamla birləşdirmək və bunu səhnəyə çıxartmaq. Və bu ideyanın həyata keçirilməsində də Üzeyir bəyin yanında rejissor Ərəblinski, Məcnun rolunun ifaçısı Sarabski, indi deyə bilərik ki, o tamaşanın rəssamı Əlibəy Hüseynizadə və bizim o dövr Azərbaycan ziyalılarının böyük bir dəstəsi iştirak edib. Bugünkü tədbirin Muğam mərkəzində həyata keçirilməsi də təsadüfi deyil. Çünki haqqında danışdığımız layihəmiz Füzuli irsinə dair Füzuliyə həsr olunmuş əsərlərin toplusu və Füzuli işığına toplaşdığımız bir gündə Füzuli əsərlərinin ən gözəl tətbiq sahələrindən biri də muğamlarımızdır. Muğamlarımızda Füzuli ilə bağlı, Füzuli misralarından çox zəngin şəkildə istifadə olunub və muğamlarımız vasitəsilə biz Füzuli yaradıcılığından sadəcə mütaliə, riayət vasitəsilə deyil, eyni zamanda dinləmək və həmin hissləri yaşamaq imkanına da nail oluruq. Və ədəbiyyat sahəsində bizim şirkət tərəfindən bu vaxta qədər də bəzi layihələr həyata keçirilib. Nəsiminin 600 illik yubileyi ilində bir əcnəbi müəllifin Nəsimi ilə bağlı İngilis dilində yazdığı Azərbaycanın ölməz şairi Nəsimi əsəri Avropada, Almaniyada nəşr edildi və Avropadakı bütün türkşünaslıq və şərqşünaslıq və İslam tədqiqatları institutlarına paylanıldı. Daha sonra Nizaminin 880 illik yubileyi ilində dahi şairimiz Nizaminin Nizami haqqında mühacirətdə yazılmış əsərlərin toplusu və eyni zamanda onun əsərlərinə yazılmış bir sıra, əsərlərinə əslənmiş bir sıra miniatürlərin toplusunu nəşr etdi. Eyni zamanda Yazıçılar Birliyi ilə bizim gənc yazarların əsərləri ilə bağlı bir layihəmiz var. O layihə artıq ikinci mərhələsində. İkinci mərhələdə 4 gənc yazarımızın, şairimizin, ikinci mərhələdə 5 gənc yazar şairimizin əsərləri hazırdır və mart ayında onlarla təqdimat həyata keçirilir. Yəni, ədəbiyyat mövzusuna müraciət etməyimiz bir ilk deyil, bir təsadüf deyil. Biz fəaliyyət göstərdiyimiz ölkədə, Azərbaycanda
həm də bir Azərbaycan vətəndaşı olaraq Azərbaycanımızın zəngin mədəniyyətinin təbliğatı ilə bağlı bir sıra digər layihələr də həyata keçiririk və ədəbiyyat mövzusu xüsusilə maraqlıdır, xüsusilə vacibdir. Çünki ədəbiyyat, mədəniyyətlə, musiqi ilə bərabər hər bir xalqın tarixlərdən bu yana gələn tarixi genetik kodun özündə daşıyan bir xüsusi nümunələrdir. Və biz ədəbiyyatımızı, musiqimizi nə qədər dərindən bilsək, nə qədər onu doğru düzgün şəkildə növbəti nəsillər ötürə bilsək, öz tarixi, genetik yaddaşımızı bir o qədər yeniləşdirmiş oluruq və bir o qədər tariximizə qayıtmış, öz milli mənəvi dəyərlərimizə qayıtmış oluruq. Və eyni zamanda imkanımız daxilində də çalışırıq ki, bu əsərlərin ölkə hüdudlarına, kənarlarına da çatdırılmasına nail olaq. Yəni, ixrac etdiyimiz varlıq, sadəcə ixrac etdiyimiz ehtiyamlarımız, dəyərimiz sadəcə neft-qaz məhsulları deyil, onu da bizim ixrac edəcək xeyli mədəniyyət nümunələrimiz də var ki, onlar da biz ölkəmizə hər zaman tanıda bilərik. Təbii ki, bu kitabın vərəqləyərkən, bu kitabla tanış olarkən hər kəs bir məsələdə də əmin olur ki, mədəniyyətin təməlində heç şübhəsiz ki, ədəbiyyatımız durur və ədəbiyyatımız mədəniyyətin bütün sahələrinin inkişafında həm yazılı mənbə kimi eyni zamanda ona təkan verən bir qüvvət kimi də çıxış edir. Mən istəyərdim Mədəniyyət Nazirliyi adından bu layihənin ərsəyə gəlməsində əməyi keçən bütün həmkarlarıma, bütün tərəfdaşlarımıza, ilk növbədə BP Azərbaycan şirkətinə və Azərnəşrə təşəkkürümü bildirim. Yazıçılar Birliyinə bu cür layihələrdə daim yanımızda olduğunuz üçün, bu cür layihələrin ərsəyə gəlməsində xüsusi dəstək verildiyi üçün təşəkkürümü bildirim. Və əminəm ki, bu layihələr həm də Füzuli yaradıcılığının, ümumiyyətlə Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini tədqiq edən bizim soydaşlarımız üçün, xarici araşdırmacılar üçün də mühüm mənbə olacaqdır. Bir daha təşəkkür edirəm və hər kəsə uğurlar arzulayıram. Sağ olun. Bəzən dövlət orqanlarında ya ayrı-ayrı qurumlarda bir qədər təqdim xasiyyətlilik olur. Yəni o mənada ki, yubiley illərində çox iş görülür, amma sonra o işlər dayanır, görülmür. Amma Mədəniyyət Nazirliyi həqiqətən də təhsil yubiley illərində deyil. Demək olar ki, bütün zamanlarda klassiklərin irsinin təbliği ilə bağlı çox dəyərli işlər görür, həm ölkə içərisində, həm ölkə hüdudlarından kənarda. 1959-cu ildə Cahangir Cahangirov, görkəmli Azərbaycan bəstəkarı Füzuli kantatasını yazıb bitirmişdi. Və o dövrdə yaradıcı insanların arasında çox sıx ünsiyyət var idi. Yəni şairlər, rəssamlarla, bəstəkarlarla daim əlaqədə idilər və əsəri yazıb bitirəndən sonra zəng vurmuşdu Süleyman Rüstəmə, onu evinə dəvət eləmişdi. Və ilk dəfə əsəri dinləyənlərdən biri Süleyman Rüstəm olmuşdu. Və Süleyman Rüstəm həmin gecə ilə bağlı çox maraqlı bir Füzuli kantatası adlı şeir yazıb. Həmişə bizim ayrılıq şairi kimi, hicran şairi kimi tanıdığımız Füzulini ilk dəfə o şeirdə Vüsal şairi kimi qələmə vermişdi və o hesab edirdi ki, Füzuli bu əsəri vasitəsilə artıq öz sevdiyinə qovuşur. Yazırdı ki, şairimiz 100 illərcə həsrətini çəkdiyi, gecə-gündüz gözlərindən hicrində yaş tökdüyü, öz əvəzsiz dilbəri ilə qol-qolaydı bu gecə. İndi Füzuli kantatası variasiya şəklində sizin huzurunuza gələcək. Könül ansamblının ifasında. Ansamblın bədii rəhbəri Bayram Əliyevdir. Buyursunlar.
Hüseyin Razi Məhəmməd Füzulinin şeirləri, bəstələnən mahnılar haqqında bir şeir var. Orada yazır ki, ellərin qəlbinə nəğmələr kimi süzüldüyü, çağladı əsli Füzuli. Və Füzuli doğrudan da hələ də onun nəğmələri insanların qəlbində oyatmaqdadır, əsməkdədir, ora yeni mey, hava gətirməkdədir və yenə də musiqi nömrəsi ilə davam edəcəyik. Hörmətli ifaçı, dəyərli xanəndə Ayşən Mehdiyevanın ifasında Məhəmməd Füzulinin Pərişan halım oldum, sormadın halı pərişanım mürəbbesinə yazılmış mahnı səsləndiriləcək. Müşayiət edir tarda Səxavət Məmmədov, kamançada Elvin Novruzov, nağarada Səyyar Teymurov.
Ya Rəbb, Leyli kimi ləfzimi diləfruz eylə, Məcnun kimi nəzmimi ciyərsuz eylə. Yəni, Leyli kimi, Leyli bir gözəl idi, Leyli kimi sözlərimi ürəklərə yol tapan elə, çünki gözəllik hər kəsin ürəyinə yol tapır. Məcnunsa təsirli idi, yəni ciyər qanadan, ürək qanadan elə. Həqiqətən də 5 əsr ötüb, hər dəfə bu duanın yenidən müstəcəb olduğunu görürük. O vaxt ki, biz Leyli Məcnunu oxuyuruq, o əsəri dinləyirik. İndi Leyli Məcnun əsərindən bir səhnə canlandırılacaq. Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında Leylinin anasının Leyliyə nəsihəti və eyni zamanda əsərdə bir məktublaşma var. Həmin məktublaşma da sizin diqqətinizə təqdim olunacaq. Buyursunlar aktyorlar. Hər gördüyünə su kimi axma, Meygər ki, səfa verər dimağa. Görməd ki, özünü bəzətmə, Rövzən kimi küçələr gözətmə, Sağər kimi gəzməyi həram et, Nəğmə kimi pərdədə mulan et, Sağər kimi hər yana üz vurma, Heç kimsəyə oturma, durma. Sən sağırsan, özgə əhl verirəm, Cəhliyle verilmezsin sen o renk. Leyli, Leyli, Birler seni eşkə müptela sen, Bilgâneler ile aşina sen. Sen məşuqi eşkə aşık, Mən sadə zəmir tesadüf. Bilməm nədir ol badisə məzmun, Söylər necə olmayım dirək. Sen Eşkin qılmaz idi kimsəyə adın, Hasənin eşitdiğinde adı. Sen qandan ol eşk, sözdür qandan. Sen qandan oldun, şözdür qandan. Olmam ecem olmaz olsa aşık, aşık için sana layık. Mən həm deyirəm bu seçimə qayı, Kim hərdən olub xilafı məhvdir, Nacizlər ilə həmdən olar, Bir yerdə biləylə digəm olar. Hər yerdə də edəydə məhviz, Övlət keçər kidrət amiz. Yaman olur aşk, namusumuzu itirmez inhar. Biz alem içinde bir kiramız, Berrufi tamamı kazu amiz. Ben engine dert edelim var, bizde sen ile insan. Yüreğine gitme, bir şuğlu hilaf yüreğin etme. Hem sen dersen ki mektebe var, hem dersen ki gitmesin var. Tanrıysa sen nece itibarın olsun, söyle ana, sana nece itibarın olsun. Tut kimseni kılmazsan ben zar. Menden olu bir müdebbirim var. Neylersen eğer atan eşitse, Qəhrəmlə sənə siyaset etse, Minbət, gel eyle tərkiməkdə, Bir əbcədini həmincədə, Etmə, qələmiyle məşqdən yat, Suzən dur diləkşeyle bünyat, Ətvalın elə, yətülfət, Həm raz yetər yanında növbət, Lütkili bir evleyle menzil, Olmadı her yamaya mail, Əlva kimi yüzət eylə işə, Öylə ədəmiş eylə ki həmişə, Gerçi
ile her dem nedir sevgimizde ahmetliğin? Ezmedin, elbet kılıp, yüz lütfe ihsan ettiğin. Dünyada mürüvvettir mi viran ettiğin? Ey zalim, bizimle ehdü peyman ettiğin. Eğer tutsam gemim elden nihan, səbr qərarım. Ve ger şerhi gemi pünhanım etsem, gemi kusanım. Esiri ben de zindanım, elimde ihtiyarın yok. Bu yetmez mi ki bir dert artırırsan derdim istersen de. Şerh-i tek bedmehirli teslimli bünyad eyledin. Şadın varken döndün yaman ad eyledin. Dövne bizi temnak, özgeni şad eyledin. Han ey zalim, bizimle ehdü peyman ettin. Təbibi eşq üçün ishar qıldım dərdi dərmanı. Məni birarə mütləq olmadı bir səhhət imkanı. Əzəldən var min dərdim, yoxdur heç dərmanı. Bu yetməz mi ki bir dərd artırırsan dərdim üstə sən? Bədi vəsliyle keçdi. Bədi vəsliyle aldın səbrimiz, aramımız. Olmadı bir gün rüsalından müyəssər kamımız. Keçdi hicriyle. Keçdi hicriyle Füzuli'den beter eyyamımız. Han ey zalim, bizimle ehdü peyman. Açıq Ədəbiyyat Teatrının sevilen aktyorları Məcnun rolunda Tural Əhməd, Leyli rolunda Sabirə Abdullayeva ve Azərbaycan Respublikasının əməkdar artisti hörmətli Hüsniyə xanım Mürvətova. Füzuli Məcnundurmu, Məcnun Füzulidirmi? Bu iki başlı suala çox cavablar verilib, amma cavablardan birində Farsça divanında Füzuli özü verir. Yazır ki, Məcnunla mənim dərdimin əfsanəsi birdir. Söz ayrısa da aşık divanəsi birdir. Yəni, dərd eynidirsə, əlbəttə Məcnun da, Füzuli də eynidir. Biz də səhnədə yenə də davam edirik Füzuli ilə. Üzeyir Hacıbəyovun Dağı Azərbaycan bəstəkarının Leyli və Məcnun operasından görüş səhnəsi canlandırılacaq və ifa edəcəklər həmin səhnələri dəyərli xanəndələrimiz Ayşən Mehdiyeva və Elgiz Əliyev. Buyursunlar.
Bu şəxs meyvələrin dilini bilirdi. Meyvələrin öz-özlərinə fəxr edib öyündüyünü gördü. Alça özünü tərifə başladı. Dünyada mənim kimi gözəl meyvəhanı, qızdırma xəstəliyinə tutulanların şəfası, ağzı acı olanların davası mənəm. Bütün həkimlərin dediyi kimi mən baş ağrısının dərmanıyam. Paltarım sarı, yaşıl, qırmızı olur. Həm çarhal da yeyilirəm, həm də yetişmiş. Alça hanım, bəs də özümü bu qədər çox təriflədim. Əlimdəki gözəl libasım heç bir meyvədə yoxdur. Mənim paltarım hamıdan gözəldir. Dənələrim göydəki ulduzlara bənzir. Adım da Gilasdır. Gilasa bax, nə qədər özünü təriflədin. Vücudun fidancısı ilə sümükdən ibarət. Səniyyən ziyandan başqa heç bir şey görməz. Səni qurudan bağban, sonra zəhərli çəkər. Mənim adımı əqiq qoyublar. Gah zümrüt gibi yaşıl, gah da qızıl suyuna salınmış kimi sarı oluram. Bağbanlar məni qurudurlar. Karvanlar məni alıb ölkələrə aparırlar. Getdiyim yerlərdə məni əziz tuturlar. Mən hər yeməyi pişmişim, dadı ləzzətliyəm. Əliyə bax, özünü nə qədər təriflədi. Ay, sənin paltarın tozludur. Özündə torpaq dadı verirsən. Sən yiyənlərin qarnısı, cümbə-cümbərdə balaya düşər. Mənim isə adım Almadır. Üzüm al qırmızıdır. Paltarım atlasdandır. Mən çox dadlı və şirin meyvəyəm. Mən olan yerdə heç kim
Füzuli irsinə müraciətlər hər zaman davam edir və yeni əsərlər yazılır. Musiqilər bəstələnir. O musiqi əsərlərindən biri də bir neçə il bundan əvvəl Azərbaycan Milli Konservatoriyasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Sahimin bəstələrindən ibarət Simurq adlı albumdur. Həmin albumda çox bir-birindən maraqlı, dəyərli əsərlər yer almışdı. Onlardan biri də Məhəmməd Füzulinin "Deyilsən çoxdan ey gərdun, cahan seyrində yoldaşım" başlıqlı qəzəlinə yazılmış musiqi əsəridir. Buyursun Fəxrəddin müəllim. Mevlana deyir, həft şəhri eşqra, əttar gəşt, ma hənuz andərxəmi yek şey. Əttar eşqin 7 şəhərini, tələb, eşq, mərifət, istiğna, tövhid, heyrət, fəna şəhərlərini gəzdi, bitirdi, biz hələ onun əyri bir döngəsindəyik. 7'lərdən bəhs ederiz ki, əlbəttə ki, Molla Məhəmməd Bağdadi adı ilə dünyada tanınan Azərbaycan və Kərkük türkmənlərinin böyük şairi, dünya lirikasının söz tanrısı hesab edilən Məhəmməd Füzuli də yada düşür. Anadolu xalq təsəvvüfünün öncüllərindən olan Ələvi Bektaşi Camiəsində 7 Ulu Ozan adıyla tanınan bir anlam var. 7 Ulu Ozandan 3'ü Azərbaycan türküdür. Şah İsmail Xətai, Seyyid İmadəddin Nəsimi və Məhəmməd Füzuli. Bəs sual oluna bilər, axı Füzuli necə ozan ola bilir? Belə məlum olur ki, ozanlıq daha böyük bir anlam, məna daşıyır. Füzuli şeiri sözün ehyasıdır. Ver sözə ehya ol ki, tutduqda səni xavi əcəl, eylə hər dəm ol uyqudan səni bidar söz. Deyilsən çoxdan ey gərdun, cahan seyrində yoldaşın ola, xəm olsa qəddün səndən artıqdır mənim bu yaşım.
benim yavuşum, benim yavuşum. Dolup herden gözümün davşahı saat degen başım degen başım Nesiri-dan zülmət olmaram üçün tavli nurem çeşmi güher paşım güher paşım güherler döktü israf ile bu çeşmi güher paşım güher paşım Füzuli, Xazili, Gənzi, Vəfayəm ol səbəbdəndir gühərlər tökdü israf ilə bu çeşm gühər paşım Görkəmli Azərbaycan şairi, əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odər Füzuli haqqında belə bir söz deyir. O, Füzulini dünya poeziyasının ekvator xətti adlandırır. Və bunu sadəcə bir tezis kimi yox, çox tutarlı dəlillərlə ispat edir və onun həmin ispat dolu yazısında essesi gözə görünməz şam adlanır. Əlində gözə görünməz şam. İndi Kamran Yunis və Yaşar Kamalın ifasında biz həmin esseni eşidəcəyik və eyni zamanda Füzulinin bir-birinə cavab kimi yazdığı iki qəzəli səslənəcək. Buyursunlar. Kamran Yunis, Yaşar Kamal. Böyük torpaqla əlaqəsi necə kəsilərsə, zənnimcə bizim dünyamızın da Füzuli şeirinin torpağı ilə əlaqəsi bax beləcə kəsilir. Və güman ki, bu əlaqə heç vaxt bərpa olmayacaq. Eynilə Füzuli dövründə yaşayan adamların, ağaçların, çiçəklərin, meyvələrin indi mövcud ola bilməyəcək kimi. Füzuli şeiri şairlərin, şeirlərin, qəriblərin, sevdalıların, aşiqlərin qəlbindən daim gəlib keçən xoşbəxt və sərgərdan bir ruhdur. İndi mən özümü qaranlıq bir hücrədə diz çökən və bu an qəfil, görünmədən Füzulinin buradan gəlib keçəcəyinə və keçən zamanda hücrədəki bütün şamları tək-tək yandıracağına inanan sadəli bir uşaq kimi hiss edirəm və illərdir əlimdə şam onun gəlişini gözləyirəm. Kipriyimdən qan sızar şam-u səhər bilməm neçin. Kipriyimdən
qan sızar şam-u səhər bilməm neçin. Canımı üzməkdədir sonsuz kədər bilməm neçin. Halimə heyran ikən aləm özüm heyrətdəyəm. Kim mənim halimə heyrandır bəşər bilməm neçin. Ol qədər hali pərişanəm, pərişan xatirim anmayır hardan pərişanlıq yetər bilməm neçin. Yar könül dərdinə yüz dərman bilir, məndən bəri bildiyin inkar edir o simi bər bilməm neçin. Qalmışam avare sərgərdan yarımdan mən cüda. Çərh edibdir mən fəqiri dərbədər bilməm neçin. Nalədən, fəryad edən könlüm təsəlli tapmayır, vəsli də, hicranı da qılmaz əsər bilməm neçin. Ey Füzuli, öldürər dərdim məni axtarmaram. Nə təbibdən, nə dəvadan bir xəbər bilməm neçin, bilməm neçin. Kan içəndir vərmin şıqqı cəfadır. Bilirəm, işi daim bu yazıq qəlbə cəzadır. Bilirəm, nə rəva zülm Züleyxan soran Yusifdən biz vəfasızlar o, mərd vəfadır. Bilirəm, qanseli axdı ciyərdən ürəyin atəşinə ahu sərd eylər necə hal fənadır. Bilirəm, olmaram bircə nəfəs yar qəmindən uzaq, eşq rahimdə bu qəm dərdə dəvadır. Bilirəm, o kaman qaşı ox kitliyə verdimsə gönül, bu yazıq canıma bunlar nə bəladır. Bilirəm, ey Füzuli, ey Füzuli, ne için sirrini gizlin tuttun, qanlı yaşlar sarı yüzdən bu rüyadır. Bilirəm, qanlı yaşlar sarı yüzdən bu rüyadır. Bilirəm. Salam olsun sizlərə, ey mənim qan qardaşlarım, könül yoldaşlarım. Neyniyək ki, bu dünyada yaxşı işləri qiymətləndirənlərlə yanaşı, hər işə qulp qoyan insanlar da var. Heç kəsə sir deyil ki, mən əsərlərimi 3 dildə yazıram. Elm dilim ərəbcədir. Bəzən fars dilində də şeir sapına söz inciləri düzürəm. Ən əsası isə türk dilində şeir meydanında at çapıram. 530 yaşında sizləri, məni sevənlərin arasındayım. Buna səbəb türklüyüm, bu dildə yazıb yaratmağın, bu xalqın, millətin oğlu olmağınla bağlıdır. Yaşasın türk dünyası, doğmadan doğma, əzizdən əziz, türk dili. Olmazdı ki, ey, ey, bir
Alemi alem neymiş? Ne çeker alem için gannetler neymiş? Her silsili eşler nacan bir sebebi hılgati alem neymiş? Bravo!